Hər il ali məktəblərə qəbul nəticələri açıqlanan kimi xaricdə təhsil şirkətləri sürətlə artır. Rəqabət böyüdükcə vədlər də böyüyür. İmtahansız qəbul, zəmanətli universitet, birbaşa vizalı təhsil. Amma bu sözlərin arxasında bəzən yalnız boş vədlər və maddi itkilər dayanır. Elə qaynar xəttimizə müraciət edən vətəndaş kimi. Şəxsi səbəblərdən adının gizli qalmasını istəyən vətəndaş bildirir ki, 2 il əvvəl xaricdə təhsil şirkəti tərəfindən viza, sığorta, qeydiyyat işləri bizlikdir vədi ilə aldadılıb. Gecikmələr ucbatından həqiqətən qəbul aldığı universitetdən də xaric edilib. Xaricdə təhsil şirkətinə müraciət etmişdim. Mənim üçün İtaliya Universitetindən qəbul alınmışdı. Öz ixtisasımı orada davam elətdirmək istəyirdim. Beynəlxalq hüquq və yaxud da iqtisadiyyat hüququ üzərindən istəyirdim davam edim və dedilər ki, heç bir problem olmayacaq. Hətta universitetdən də qəbul alınmışdı. Mənim üçün məktub da gəlmişdi. Bir nöqtədən sonra artıq iş getmədi. Mən sadəcə pulumu itirməklə qaldım. Bu da necə oldu? Hətta müqavilə də imzalamışdıq və mənə deyilmişdi ki, bütün viza prosesində və digər məsələlərdə, sığorta və sair məsələlərdə mənə kömək eləyəcəklər və vizadan kəsilməyim demək olar ki, mümkünsüz bir şeydir. Onlarla işləyirəmsə, mənə belə bir vəd verilmişdi. Əslində, məhz vizadan kəsilməmək üçün mən xaricdə təhsil şirkətinə müraciət etmişdim, yoxsa özüm şəxsən də müraciət eləməyi düşünürdüm. Sadəcə onların verdikləri o vizadan kəsilməyəcəksən vədinə görə mən şirinlikləndim və onlara bütün ödənişi elədim. Artıq proses irəlilədikcə mən vizadan kəsildim. Aylarla şirkətin arxasınca düşən tələbə sonda aldadıldığını anlayıb, amma şirkət pulu qaytarmayıb. Viza prosesində şirkət mənə heç bir köməklik göstərmədi. Hətta eləcə dedilər ki, filan sənədləri yığmalısan və filan saatda filan yerdə olmalısan. Bunu zaten mən bilirdim əvvəlcədən. Yəni, başqa heç bir dəstəkləri olmadı da. Mən pulumun geri qaytarılmasını tələb eləyəndə isə onlar bildirdilər ki, müqavilədə şərtlər qeyd olunub, siz ikinci dəfə təzədən müraciət eləməlisiniz. Əgər onda da kəsilsəz, biz sizin pulunuzu geri qaytara bilərik. Amma əvvəldə isə mənə bildirmişdilər ki, əgər vizadan kəsilsəz, biz sizin pulunuzu geri qaytaracağıq. Mən də artıq bir dəfə kəsildim deyə ikinci dəfə müraciət etmədim. Xaricdə təhsil üzrə ekspert Nüşabə Xəlilova bildirdi ki, hazırki bazarda bu sahədə çox şirkət var və bu şirkətlərin bir çoxu yerinə yetirə bilməyəcəkləri vədlər verirlər. Müraciət elədiyimiz təhsil şirkətinin qeydiyyatına baxılmalıdır. Həmin təhsil şirkətinin öz qeydiyyatı var ya yoxdur. Bunu müəyyənləşdirməlidirlər. Bundan sonra müraciət elədikləri belə deyək, şirkətdə keçmiş qəbul olmuş tələbələrin sorğularına baxmalıdır. Nüşabə Xəlilova belə dələduzluqla məşğul olan şirkətlərin yalancı vədlərinə inanmamaq üçün əsas diqqət etməli olduğumuz məqamları açıqlayıb. Əsas məsələlərdən biri sizə %100 təqaüd alacağıq, %100 qəbul alacağıq. Yəni, bunu heç bir təhsil şirkəti öz üzərinə götürə bilməz. Bu mümkünsüz bir işdir. Bir də biz sizin viza məsələnizi həll edəcəyik. Əgər sizə bu cür vədlər verirlərsə, buna inanmaq lazım deyil. Bir məsələ də var ki, yəni müraciət edən tələbələr içərisində olub ki, başqa təhsil şirkətlərində bizə demişlər ki, dil kursları ilə bağlı sertifikat məsələsini biz həll edəcəyik. Yəni bunu heç bir təhsil şirkəti həll edə bilməz. Bu beynəlxalq bir səviyyədə alınan belə sertifikatdır. Təhsil eksperti Kamran Əsədov da bildirir ki, aldadılmamaq üçün valideynlər və tələbələr özünü təhsil şirkəti kimi təqdim edən belə şirkətlərlə şifahi danışıq üzərindən yox, sənədlərlə iş görməlidirlər. Xarici təhsil şirkəti seçəndə baxmalıdır ki, onların hüquqi forması nədir? Mütləq evimci olmalıdır, mütləq xidməti müqavilələrlə proses həyata keçməlidir. Yəni, şifahi danışıqla yox. Əgər siz xarici təhsil şirkətinə müraciət edirsinizsə, mütləq şəkildə onların göstərdiyi xidmətlər sizə yazılı formada müqavilə əsasında olmalıdır. Ödənişlər əlbəyalı formatda yox. Bank, belə deyək ki, hesablarına köçürmək olmalıdır ki, sabah hər hansısa bir öhdəlik yerinə yetirilməyəndə pulun geri qaytarılmasına bağlı hüquqi prosedur həyata keçirə bilsin. Təhsil eksperti həmçinin bildirir ki, Azərbaycanda 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanunun tələblərinə görə yalnız xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanına bilər. Əyani və qiyabi birləşmiş formada olanlar tanınmır. Odur ki, tələbələr seçdikləri universitetin diplomunun ölkə ərazisində tanınıb-tanınmadığını da yoxlamalıdırlar.
Biz internet resurslarında, sosial şəbəkələrdə elanlar görürük ki, qardaş Türkiyədə qiyabi təhsil vədi verirlər, amma reallıqda Türkiyənin mövcud qanunvericiliyinə görə qardaş Türkiyədə qiyabi təhsil yoxdur. Yəni orada yalnız uzaqdan eğitimdir, açıq öyrətimdir və bu da Azərbaycanda tanınmır və onlar vəd verirlər ki, siz bu formada təhsil alsanız sizin diplomunuz tanınacaq. Diplomların tanınmasına imtahanla bağlı həmçinin problemlər yaşandığı ölkələr sırasında Ukrayna, Rusiya və Gürcüstan universitetlərini gördük. Birmənalı şəkildə qeyd edim ki, Ukraynada 2022-ci ildən sonra təhsil alan şəxslərin diplomları birmənalı şəkildə tanınmayacaq. Ona görə ki, həmin ölkədə təhsilin təşkili mümkün deyil. Çünki müharibə zonasıdır. Ona görə də xarici ölkələrə təhsil almağa gedən gənclər birinci baxmalıdırlar ki, onların təhsil almağa getdiyi ölkədəki universitet həmin ölkədə qeydiyyatdan keçibmi? Bunun üçün onlar elektrik.narik.net portalı var. Həmçinin Təhsil Nazirliyinin tanınma.az belə deyək ki, saytı var ki, burada Təhsil Keyfiyyət Təminatı Agentliyi hansı ölkələrin diplomları Azərbaycana tanınmırla bağlı məsələni artıq açıq şəkildə ortaya qoyub. Bir sözlə, aldanmaq istəmirsinizsə, araşdırmadan, müqaviləsiz və sübut olmadan heç bir addım atmayın. Rəbiyyə Əhmədova, Ziya Allahyarova, ATV.